Azərbaycan prezidenti İlham Əliyev Qazaxstana səfəri çərçivəsində prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında ölkəmizin Ermənistana yük tranziti ilə bağlı işğal dövründən qalma bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinə təşəkkür edərək buna adekvat cavab veriləcəyini deyib. Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə Today Press TV-yə danışarkən bildirib ki, Azərbaycanın bu addımı daha çox Ermənistanın iqtisadi təhlükəsizliyinin təminatı üçün əhəmiyyət daşıyır. Azərbaycanın atdığı addımlar bir bəlli məntiqi çərçivəni tamamlayır. Məsələn, Rusiya taxılından istifadə edirdi Ermənistan. Və təsəvvür edirsiniz, qışın soyuq ayları, Lars dəhlizi bağlanır, yəni Gürcüstan yolundan keçən. Və Ermənistanın Rusiya tez-tez bu məsələdə sabotaj edir. Ermənistanın asılı olduğu ikinci təbii ki, iqtisadi güc İrandır. İran da bölgədə dağıdıcı gücə malikdir. Yəni İran-Azərbaycan münasibətləri ortadadır, İran-Türkiyə münasibətləri ortadadır. Bu çox ciddi siyasi problemlərlə müşahidə olunur. Analitik məhdudiyyətlərin aradan qalxması ilə Ermənistanın nə əldə etdiyini açıqlayıb. Birincisi, Ermənistan Azərbaycan vasitəsindən Rusiyaya qarşı ərzaq təhlükəsizliyində çox ciddi bir alternativ əldə elədi. İkincisi, 2026-cı ilə yönəlik yanaşmalarda Ermənistan daxilində keçiriləcək seçki dönəmində Paşinyanın əli güclənir. Əziz Əlibəyli digər maraqlı məqamdan, prosesin Qazaxstan vasitəsilə baş tutmasından bəhs edib. Onun sözlərinə görə bu təsadüfi deyil. Qazaxstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Həmçinin Ermənistanla bərabər kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Müharibə dövründə də Qazaxstanın Azərbaycanı müdafiə etməsi Ermənistanda ciddi şok yaratmışdı. Siyasətçi prezident İlham Əliyevin TDT üstəgəl formatı təklifini yada salıb. Türk Dövlətləri Təşkilatının Qəbələ sammitində prezident təklif elədi ki, TDT plus formatı yaradaq. Ya bu nə deməkdir? Bütün etnik etibarilə Türk olan ölkələrin bəlli bir konsepsiyası var. Türk olmaları əsasında birləşdirdi, sonra da siyasi maraq birləşdirdi, sonra iqtisadi maraq birləşdirdi. Amma indi maraqlı bir məsələ meydana çıxır. Axı Türk ölkələrini bir-birinə birləşdirən başqa ölkələr var. Gürcüstan kimi, Ermənistan kimi. TDT-nin plus hissəsində bunlar yer almalıdır və bunlardan biri Ermənistandır. Nəhayət, Azərbaycan prezidenti o addımı ilə həm Türk Dövlətləri Təşkilatının çətir altına almış oldu Ermənistanı. Yeri gəlmişkən bu həmləylə həm də Azərbaycan Ermənistanı iqtisadi baxımdan ekspansiya sözünü işlətmək istəmirəm, amma idarəçiliyini almış olur. Bəs Paşinyanın nəzərdə tutduğu adekvat cavab nədir? Ermənistan bu addım qarşılığında Azərbaycana nə verə bilər? Əziz Əlibəyli suala bu cür cavab verib. Ermənistan iqtisadiyyatı investisiyaya az iqtisadiyyatdır. Yaxşı bazardır. Turistik olaraq, lojistik olaraq onun bu imkanları var ki, Azərbaycana həmin imkanları versin. Bu olduqda Ermənistanın özünün ərazisi çox strateji bir nöqtədə yerləşdiyinə görə Azərbaycan, Türkiyə ərazi üzərində fiziki olaraq Ermənistan vasitəsilə faktiki ittifaqı formalaşmış olur. Və Ermənistana verə biləcəyi daha mühüm bir addım şübhəsiz ki, bəlkə qarşıda Gürcüstanın da bir qısqanclığı var ki, Zəngəzur dəhlizi açıldıqda bunların ərazilərindən keçən lojistikaların taleyi necə olacaq? Paşinyan elə həmin dönəmdə Gürcüstanda keçirilən baş nazirlərin zirvəsində də qeyd elədi ki, biz Azərbaycana həm də təklif veririk bizim ərazimizdən neft, qaz, dəmir yollarını, avtomobil yollarını çəkisini aparsın və bunun sayəsində biz artıq həm o Ermənistan kəşfməsi ideyası haqqında danışırıq yenə, həm trip haqqında danışır ki, biz Zəngəzur dəhlizi deyirik və bu cür regional kommunikasiya imkanlarını Ermənistan Azərbaycana verə bilir. Qeyd edək ki, rəsmi Bakının bu addımı beynəlxalq ekspertlər tərəfindən də Cənubi Qafqazda sülh və əməkdaşlığa xidmət baxımından yüksək qiymətləndirilir. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.